Demək olar ki, hazırda elə fon səviyyəsindədir seysmiklik. Baxmayaraq ki, Xəzər dənizində, digər bölgələrdə, axırıncı elə son bir sutqa ərzində İsmayıllıda, ondan öncə Lerikdə baş verən bu zəlzələlər, bunlar təbii olan məsələlərdir. Yəni, qorxulu bir şey yoxdur. Fon səviyyəsində olan zəlzələlərdir. Elə biz götürdükdə, həmin deməli dünənlər bir sutqa ərzində 80-dən çox yeraltı təkan olmuşdu. Bunların içərisində təbii ki, bir ikisi hiss olunacaqdır, istər-istəməz. Hansılar deyilir ictimaiyyətə açıqlanır? Yox, ictimaiyyətə ancaq və ancaq magnitudası 3-dən yuxarı olanda, bir də hiss olunanlar oldu, olmadı. Biz ümumiyyətlə bu informasiya bunu bölüşdürürük. Çünki beynəlxalq qurumların ki, üzvüyü Avropada, digər deməli ölkələrdə belə qəbul olunub da. Yəni, magnitudu 3-dən yuxarı olan zəlzələlərin hamısı bu, necə deyirlər, efirə də verilir, informasiya deməli vasitələrinə də çatdırılır. Bu belədir. Ancaq qaldı ki, o hiss olunan olanda istər-istəməz insanlar biraz narahatçılıq özlərində hiss edirlər ki, qorxurlar ki, bunun axırı olacaq, olmayacaq, sonra daha güclüsü ola bilərmi? Bu barədə biz, necə deyirlər, dəfələrlə açıqlamalar veririk ki, bəs vəziyyət nə yerdədir? Qaldı ki, çox mənə suallar verirlər ki, siz elə hər dəfə deyirsiniz, narahatçılığa bir ehtiyac yoxdur, rahat işinizi görün. Mən də o sualla hazırlaşmışdım, gəlim görüşümüzə. Burada söhbət nədən gedir? Ümumiyyətlə, yadınızdadırsa da elə keçən il yanvar ayının 19-unda zəlzələ olanda Xəzər dənizində hamı çıxmışdı küçələrə. Səhər saatlarında deyirsən. Bəli, bəli. Ondan öncə, sonra da olmuşdu həmən o Xəzərdə, iyun ayında. Rahatçılıqla niyə deyirəm mən, yaxud da deyirlər bizimkilər ki, qorxmayın, işinizlə məşğul olun, gecə idi o birinci olan. Yəni, zəlzələ baş verəndə biz onun deməli ayrılan, yəni oradakı toplanan enerjini boşalmasını hesablayırıq və qalıq enerji nə qədərdir? Bunları biz hesablayırıq və arxançılığın əgər deməli boşalan enerji, qalan enerjidən, qalan enerji azdırsa, boşalan enerji daha çoxdur ilk birinci o təkanda, rahatçılıqla bilirsən ki, deyə bilirsən ki, baş versə bundan sonraki verməlidir də, enerji tam boşalana kimi, güclü təkanlar olmayacaq. Xırda təkanlar, yəni afterşoklar hesabına enerji boşalması gedəcək. Ola bilsin içində, onu da təkrarlayıq, bəli, hiss olunanı da ola bilər, 3 bal da ola bilər, 4 bal da ola bilər. Ancaq ilkin təkandan güclü ola bilməz. Yəni, bu faktdır göstərir özünü, gerdə qalan enerji hesabına. Ona görə rahatçılıqla biz bunu deyirik ki, buyurun, keçin evinizə, necə deyərlər, arxasında da bunun güclü təkan olmaq ehtimalı yoxdur. Aydın məsələdir. Evimizə keçəcəyik. Problem yoxdur. Amma binalar nə dərəcədə davamlıdır zəlzələyə, bu titrəmələrə? Bununla bağlı istəyərdik hazırda danışaq. Memarlıq və İnşaat Universitetinin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə ilə söhbətimizə davam edirik. Azər bəy, bir daha salam. Yeri gəlmişkən bu il deyəsən İnşaat Universitetinin 50 illiyi qeyd olunur. Bu münasibətlə təbii ki, sizi təbrik edirəm və 50 illikdə çox maraqlı bir təşəbbüslə çıxış edirsiniz. Hansı ki, binalarda xüsusi avadanlıqların yerləşdirilməsi. Bu avadanlıqlar nəyə xidmət edəcək? Belə bir təcrübə indiyə qədər hansısa fərqli bir ölkədə tətbiq edilibmi? Təbrikinizin üçün təşəkkür edirəm və dəvətiniz üçün də təşəkkür edirəm. Demək, zəlzələlər olduqda seysmik mərkəzdə qeyd olunur ki, zəlzələ olmuşdur. Biz isə alətlərin quraşdıraraq binalara, binanın mövcud binada ona təsirinin nə qədər olduğunu həmin anda müəyyən edə bilirik. Və bunun məqsədi də odur ki, binaların hizmət ömrünü uzatmaq, təhlükəsizliyini artırmaqdır, belə söyləyeyim. Və bu iş əlbəttə ki, inkişaf etmiş ölkələrin hamısında var. Onların inşaat norma və qaydalarında xüsusi əhəmiyyətli bina və qurğular deməli, mütəmadi olaraq 7 gün 24 saat
izlənir və onun sağlıq durumu haqqında məlumatlar bina sahibinə xəbər verilir. Hər bir önəmli zəlzələdə bu haqda deyək ki, məlumatlar bina sahibinə verilir. Əgər bu halda binada onun layihə ilə nəzərdə tutulmuş qırmızı xətti aşan hallar varsa, o zaman bina sahibinə bildirilir və bunun səbəbi müəyyən olunur və gərəkirsə deməli gücləndirmə çalışmaları üçün layihə edilir. Və bunun nəticəsində də hər dəfə belə işlər öngörüldüyü üçün bina və qurğuların hizmət sürəsi uzadılmış olur. Ümumiyyətlə, bu günümüzdə məsələ zəlzələləri öncədən müəyyən etmək deyil də, əsas məsələ binaların zəlzələyə qarşı dayanıqlığını artırmaq, ondan başqa da binaların davamlılığını artırmaq. Yəni, zəlzələlər olduqdan da sonra həm həyatın və həm də insanların o binalarda həyat və fəaliyyətinin davamlılığını saxlamaq. Bu hədəfə qulluq edir. Biz də bu doğrultuda deməli ki, bir layihə eləmişik və o layihə əsasında da qrant qazanılıb və bu layihə əsasında da biz strateji əhəmiyyətli və bina və qurğulara biz alətlər yerləşdirəcəyik və o alətlərin yardımımızı ilə mərkəzdə o bina haqqında onun reaksiyalarının məlumatlarını əldə edəcəyik. Proses nə vaxtdan başlayır və həmin avadanlıqlar artıq Azərbaycandadırmı? Biz deyək, biz buna bu il başlayacağıq. Layihəmiz təsdiq olunubdur. Biz bu il bu işə başlayacağıq. Aydındır. Uğurlar, Azərbəy, minnətdarıq sizə. Təşəkkürlər. Qeyd edim ki, birbaşa bağlantıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə ilə danışdıq və binalarda xüsusi cihazlar yerləşdiriləcək, hansı ki, zəlzələ baş verəndə həmin binaların vəziyyəti orada qeyd olunacaq və biləcəklər ki, bu bina zəlzələyə davamlıdır, daha güclü magnitudalı zəlzələlərdən söhbət gedir. Yoxsa yox, ona görə də növbəti qərarlar veriləcək. Studiyamızın qonağı isə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Ameyanın müxbir üzvü Qurban yetirmişlidir. Qurban bəy, yenilikləri eşitdiniz də, çox maraqlıdır. Mən onu deyərdim ki, indi Azər müəllim dedi, düz buyurdu. Bu birinci dəfə deyil. Deyim də, bu 3 güllə ki tikiləndə mən orada təklif vermişdim ki, müxtəlif həm onun zirzəmisində, müxtəlif mərtəbələrdə bu cihazları özdə hamısının markasıyla, hansı cihazlar lazım, hamısını yazıb vermişdim. Ki, bu ümumiyyətlə inkişaf edilmiş ölkələrdə, yüksək mərtəbəli binalarda bu cür deməli monitorinq aparılır. Yəni, o monitorinq tək söhbət zəlzələdən getmir. Birincisi, ətraf mühitin təsiri var. İkincisi, aşağıda olan layların o dəyişmələri var. Qurun suyun artmağı var, çəkilməyi var. O suxurların fiziki, mexaniki o xüsusiyyətlərinin dəyişmələri var. Küləyin təsiri var, ağır yüklü maşınların təsiri var. İstər-istəməz. Yəni, bu olmalıdır. Onda deməli bunu qəbul etdilər. Düzdür, Fövqəladə Hallar Nazirliyi bu işlə məşğul oldu. Yaponlar tərəfindən həmin binalarda səhv ediləmirəmsə qurulub. Bəlkə də 10-15 ilin söhbətini mən deyirəm, indi təzə deyil. Hətta onda təklif vermişdim ki... Alov güllələri nəzərdə tutursunuz. Bəli, alov güllələri. Təklif vermişim, tək o yüksək mərtəbəli 18, 17, ondan yuxarı olan binalarda da, eləcə də körpülərdə, tunellərdə bu məsələlər aparılmalıdır. Onda belə başa düşürüm ki, tək zəlzələ üçün xarakterik deyil bu cihazlar. Zəlzələdən sonra da
elə zəlzələsiz də bu monitorinq aparılmalıdır ki, binalarda hansı fəsadlar yaranıb o aradan götürülsün. Zəlzələ zamanında onun davamlılığı biraz da artırılsın. Yəni ki, biri var binada hər hansı bir çat əmələ gəlib, nə olub, zəlzələ vaxtı o binanın dağılma ehtimalı daha yüksək olur. O nöqteyi nəzərdən, bəli, o təklifi biz yazdıq, o işi o proyekti elədilər. İndiki Azər müəllimgili deyir, çox gözəl, təbii ki, lazımlı məsələlərdir bunlar. Bu, özü də ki, o monitorinqdə görəcəksən də hər bir bina, necə ki, bizdə monitorinq aparırıq, yer daxili gedən bütün prosesləri, tək zəlzələlər deyil, orada blokların hərəkətləridir, sürətləridir, istiqamətləridir, qırılmalar boyu necə gedir, hansı istiqamətə gedir, bunların hamısını biz monitorinq aparırıq. Onun da deməli, elmi nəticələrini hesablayırıq, harada təhlükə daha çoxdur, harada necədir, hansı fond səviyyəsindədir. Tək bircə seismologiya yox, geofizikanın, eləcə də GPS vasitələri ilə, peyk rabitəsi ilə, geokimiyanın digər deməli çoxdur bizim o mərkəzdə aparılan istiqamətlər. Qurban bəy, madam ki, bu monitorinqlər aparılır, bu proseslər gedir, əgər konfidensial deyilsə bizimlə bölüşməyinizi də xahiş edəcəyik. Məsələn, təkcə zəlzələlərlə bağlı yox, ümumiyyətlə yer qatı ilə bağlı Azərbaycan ərazisində vəziyyət necədir? Yox, bilirsiniz necədir? Hər deyir, vaxtın deyir, öz hökmü var, zamanın hökmü var. Dediyim kimi, bütün deməli sutka ərzində il boyu tək o stasionar o alətlər, o cihazlar yox, eləcə də deməli çöl ekspedisiya işləri hardasa 400-dən çox bizim respublika ərazisində qurulmuş ayrıca punktlar var ki, bunlar ölçmə işləri həm qravitasiya sahəsi, burada ağırlıq qüvvəsi hesablanır, geomaqnit variasiyaları hesablanır, GPS-lərin hərəkətlərinin qeydiyyatından blokların hərəkəti, sürəti, qradiyent sahələri ayrılır, ehtimal olunan hadisələr harda ola bilər, digər geokimiyanın ayrı-ayrı parametrlərindən və ilaxır və ilaxır. Çünki Azərbaycan özü seismaktiv bölgədə yerləşdiyindən bütün əraziləri götürsək, hamısında potensial gücə malik zəlzələ ocaqları var, bilirsiniz. Amma biz müəyyənləşdiririk ki, hansı sahə bugünkü günü, yəni bu hər hansı zaman kəsiyində daha orada aktivləşmə var, daha biraz təhlükəlidir. Yəni o nöqteyi nəzərdən. Ancaq onu da deyim ki, hal-hazırda Azərbaycanda elə bir ərazi yoxdur ki, orada güclü, dağıdıcı zəlzələ ehtimalı gözlənilsin. Yəni olmağa heç bir ona lüzum yoxdur. İkincisi, hər gün onsuz da təkanlar var. Sadaladım nə qədərlər gedir, müxtəlif sayda və onların içərisində hiss olunanı da olar. Misal üçün, dünənki zəlzələ elə bir zəlzələ deyir ki, 4 balı hamı hiss edir. Nə onun fəsadı ola bilər, nə dağıntısı ola bilər, nə insan tələfatı ola bilər. Yəni, belə şeylərə insanlar gərək alışsınlar, öyrəşsinlər, bilsinlər ki, təbii fəlakətdir də. Necə bunu soyuqqanlıqla qarşılamaq. Təbii hadisə deyək buna. Bəli, bəli. O, Yaponiyada dalbadal 5.9, 5.7 ilə təkanlar oldu. Neçə dəfə bundan sonra 4 hara, 5.9 hara belə götürdük. Onlar illərdir bu prosesə hazırlıqlıdırlar. Binaları da, özləri də. Yox, indi binalar bizdən necə deyərlər, mən demirəm ki, pis tikilir, belə tikilir. Yox, mən də demirəm. Yəni, daha yüksək bal üçün hesablanıb. Bəli, onlar hamısı da hesablanır da, burada da hesablanır. Ancaq o əhali gərək maarifləndirmədə özünü necə rahat aparsın. O panikalara uymasın, qaçmasınlar, pləkanlarla liftə minməsinlər, balkona çıxmasınlar, pəncərə yanında durmasınlar, evdə elə bir yerdə dursunlar ki, o sütunun, o nə cür deyirlər, o ara kəsmələr ki var, o bağlamaların altında, yəni qardiroba yaxın durmayın, belə gərək insanlar bunu bilsin. Xunadadır, iş aparır, ora qaçıb, bura qaçmasın. Məktəbdədir, biz bunun, gənclər bu, necə deyərlər, o maarifləndirmə məsələlərinə məşğuldurlar, hətta rayonlara da gediblər. Dərs gedir, birdən tərpəndir. Neynəsin? 20, 25, 30 nəfər şagird olur məktəbdə də, yaxud da ki, ali məktəbdə. Sakitcə kitabı götür, stolun altında gir, başla tut ki, bir şey düşməsin o tavandan. Misal üçün də, yəni özü qorumaq üçün. Birdən-birə 25-30 nəfərin barəcə dar bir qapıda çıxmağı görünə təlaş yarada bilər. Amma nadir hallarda bu qaydalara əməl edilir. Bəli, ona görə, necə deyərlər, indi şükürlər olsun ki, bizim Respublikada dünyanın ən aparıcı ölkələrindən biri də həm texnika cəhətdən, hər bir, necə deyərlər, siyasi cəhətdən də,
iqtisadi cəhətdən də bunu da biz çalışırıq ki, maarifləndirək insanları. Yəni elmi cəhətdən buna da bir söykənsinlər, rahat olsunlar.